Odun peçindən yandı. Küləgin demək evin içərisindən od aldı. Necə oldu? Sən Yox, evin içindeydin. Barla. Belə baxdım, layla od qopdu, düşdü yerə. Ali Ev İbrahim, içinə. Ali İbrahim, sən burada yoldaşınla qalırdın da, elə mi? Bəli. Sənin demək, Yoldaşı da oğulda, mənim yer oldu, oğulda. oğlun da bir yerdə qalırdı. Böyük oğlum, o evi hazır deyildi. O elə mənim üstümdeydi. Yəni ona görə də- yatacağımız, duracağımız buradaydı. Gözlüğün qabağında yandı belə kül Mənim oldu. gözümün qabağında yandı. İçindən necə də xilas edə bilmədin. Baba bax, Allah'ın olsun. Onu götürdüm, sənədlərim buradaydı. Maşın haçarını götürdüm, televizyonun qabağına çıxdım. Öyle bir benzin sönmüştü. Külək güclü olub da. Elə bir güclü külək idi ki, harca Deməli, 10 dəqiqənin vaxtı- müddətində təmiz alışdı yandı. Avariya düşmüşdü. 5 yıl bundan qabaq. 5 il bundan. Avqustun 15-idi, hə. Avariyada İndi hə, düşmüşdü. 5-ci ildir də. Ha şükür Allah'a yapışsan. Hə, ikisindən qurtardım da, oddan da qurtardım. Oddan da qurtardın, avariyadan da qurtardın. İnşallah əlini sağ-salamat yaşa. Oğlunun evi var. Yəni dayım. Arkada var. Hani orada eləyirsən, daha bunu da söküb atarsınız, daha bunu təzədən buna ehtiyac yoxdur. Görək indi biz də sənə nətər nə edə bilərik yaxşı. Sizin Allah köl göz Baxaq. qalın olsun. Ha, indi nə əlimizdən gəlir baxaq da. Bilmirəm, çox çətindir. İstək çox, arzu çox. Amma mənim büdcəm yoxdur ki. Sənə belə gəlməz, elə insanlara Ha, yox, yəni də dedim ki, görüm, indi Ali İbrahim, Sizi- Ali İbrahim məni də taksisində çox gəzdirir. Hə, bəli. Qulluğunuzda olmuşam. Allah köməyin olsun Ali İbrahim.